Şəhid övladları üçün intellektual yarışma keçirilib. Yaşad Fondu tərəfindən təşkil olunan birinci intellektual marafonda 16-21 yaş aralığındakı 50-yə yaxın uşaq iştirak edib. Onların asudə vaxtlarının səmərəli təşkili, intellektual inkişafı məqsədi ilə təşkil olunan marafon müddətində müxtəlif intellektual oyunlar, bilik yarışmaları, əyləncə saatları keçirilib. Qaliblər və düşərgə iştirakçıları müxtəlif qiymətli hədiyyə, mükafatlarla təltif olunublar. Digər yaşad düşərgələrində olduğu kimi bu düşərgəmdə çox maraqlı və həyəcanlı keçir. Komandamla bir yerdə intellektual oyunlar oynayırıq və həqiqətən də çox əylənirik. Həmçinin intellektual oyunlarla yanaşı zipline, kanat və s. kvadrotsiklda da gəzintiyə çıxdıq. 3 gündür ki, Yaşad Fondunun təşkil etdiyi intellektual marafonda iştirak edirik. Oyunların nəticəsində Füzuli komandasının kapitanı olaraq biz qalib olduq, çempion olduq.